Gözlərin çox şeyi görə bilmirsə, görmədiklərin yoxdur deyə bilməzsən. Qulaqların bütün səsləri duya bilmirsə, duya bilmədiyin səsləri inkar etmək sənin haqqın deyildir. Sənin beynin bütün hər şeyi dərk edə bilməsə də, dərk edə bilmədiyi bir çox həqiqətlər vardır. O həqiqətlərdən biri də bu dünyada başımıza gələn müsibətlərdə belə bizim üçün bir xeyrin olmasıdır. Bu xeyir də uca Yaradanın öz bəndəsinə bəxş etdiyi bir lütüfdür. Çünki bu dünyada başımıza gələn hadisələr bizim xarakterizə etdiyimiz kimi fəlakət tipli olsaydı, dünya yaşanmaz bir məkana çevrilərdi. Və ya tam əksinə, dünyada başımıza gələn bütün hadisələr bizim xeyrimizə, bizim istədiyimiz kimi olsaydı, dünyada heç bir şeyin qədri qiyməti bilinməzdi. Amma belə olmadı. Bu iki anlayışın ortasında ədalətli, ilahi bir mexanizm işləməkdədir. Bu elə bir mexanizmdir ki, bizim başımıza gələn hadisələrin nə vaxtını, nə zamanını, nə də şəklini bilmirik. Və bütün bu bilinməzliklər bizim həyatımıza ayrıca bir məna qatır. Biz ömür boyu ümid və qorxu arasında yaşayırıq. Bu dünyada heç bir şeyə sahib olmayan insanlar bir gün hər şeyə sahib olacaqlarını düşünərək min ümidlə yaşayır. Və ya tam əksinə, bu dünyada çox şeyə sahib olan insanlar bir gün hər şeyi itirəcəklərindən qorxur. Və bir şeyi dərk etmək lazımdır ki, bu dünyada istər əlimizdə olanlar, istərsə də itirdiklərimiz heç biri bizim deyil və əbədi bizim olmayacaq. Bütün bunlar üçün üzülməyə dəyməz. Bir həqiqəti də unutmayın. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey də sizin üçün zərərli olsun. Bunu Allah bilir, siz bilməzsiniz. Əgər bu dünyada gözlədiyiniz bir xeyir gecikirsə, bu sizin üçün bir xeyirdir deməkdir.